Üçüncü fəsil. Görüş. Cənab de Trevelin bu dəqiqə ovqatı yaman təlx idi. Ancaq buna baxmayaraq, o cavan oğlanı nəzakətlə qəbul etdi və cavan oğlan iki qat əyilib ona təzim etdi. Cənab de Trevel D'Artagnan'ın salamını təbəssümlə dinlədi. Onun Beyarın ləhcəsi birdən kapitanın həm vətənini, həm də cavanlığını yadına saldı. Lakin həmin saat o dəhlizin qapısını açıb və güya onunla söhbətə başlamazdan əvvəl başqaları ilə işini qurtarmaq üçün üzr istəyirmiş kimi əli ilə işarə edib 3 dəfə ucadan çığırdı. Onun səsi amiranə və qorxunc idi. Atos, Portos, Aramis! Artıq tanış olduğumuz müşketyorlar həmin saat öz söhbətlərini buraxıb kabinetə keçdilər. Onlar hələ də həyəcanlı idilər. Lakin onların ləyaqətlə bərabər hörmətkaranə olan sərbəst əda və hərəkətləri D'Artagnan'ı heyran qoydu. Müşketyorlar ona yarım Allah, onların başçısı isə bütün şimşəkləri ilə silahlanmış Olimpiyalı Yupiter kimi görünürdü. Olimpiyalı Yupiter qədim Roma dini əfsanələrinə görə göylərin baş Allahıdır. Müşketyorlar kabinetə girib ardlarınca qapı örtülən kimi dəhlizdəki pıçıltılar yenidən başlandı. Görünür, bu dəvət söhbət üçün yeni bir mövzu olmuşdu. Cənab de Trevel dinməzcə otaqda 3-4 dəfə o baş bu başa gedib gəldi. Hər dəfə rəsmi keçid zamanı olduğu kimi hərəkətsiz durmuş Portos və Aramis'in yanından keçərkən qaşlarını çatırdı. Kapitan birdən-birə müşketyorların qarşısında durub qəzəbli baxışlarla onları başdan ayağa süzdü. Bilirsinizmi cənablar, kral mənə nə dedi? Özü də dünən axşam. Bunu siz bilirsinizmi? Deyə o çığırdı. Xeyr cənab. Azacıq sükutdan sonra hər iki müşketyor cavab verdi. Bilmirik. Ancaq ümid edirik ki, siz lütfən bunu bizə söylərsiniz. Deyə Aramis böyük bir ehtiramla əyilib təzim etdi. Kral mənə dedi ki, bundan sonra öz müşketyorlarını cənab kardinalın qvardiyaçıları arasından seçəcək. Cənab kralın qvardiyaçılarından mı? Bəs belə niyə ki? Portos soruşdu. Ona görə ki, kral öz gecə şərabına yaxşı şərab qatmağı vacib bilir. Hər iki müşketyor qulaqlarına qədər qızardı. D'Artagnan az qalmışdı ki, utandığından yerə girə. Bəli, bəli, de Trevel davam etdi. Əlahəzrət haqlıdır. Çünki namusum haqqı müşketyorlar sarayda çox pis rol oynayırlar. Dünən oyun zamanı cənab kardinal mənim heç xoşuma gəlməyən canyandırıcı bir əda ilə krala danışırdı ki, 3 gün bundan əvvəl bu yaramaz müşketyorlar, bu davakarlar, o öz sözlərini elə istehza ilə dedi ki, bu heç də mənim xoşuma gəlmədi. Bu qoçaqlar. Kardinal vəhşi pişik gözləri ilə mənim üzümə baxıb nəticə çıxartdı. Ferro küçəsindəki bir meyxanada gecə yarısına qədər oturub qalıblar və onun qvardiyasının nəzarətçiləri mənə elə gəldi ki, o üzümə baxıb qəhqəhə ilə güləcəkdir. Bu sakitliyi pozanları həbs etməyə məcbur olublar. Lənət şeytana! Yəqin ki, sizin bundan xəbəriniz var. Müşketyorları həbs etsinlər. Siz də orada olmusunuz. Heç gizlətməyin. Sizi tanıyıblar və kardinal sizin adınızı çəkdi. Təqsir məndədir. Bəli, məndədir. Çünki mən özüm adamları seçirəm. Bax, elə götürək sizi, Aramis. İndi ki, sizə ruhani libası daha çox yaraşır. Nə üçün müşketyor kamzolu geyməyə xahiş edirsiniz? Portos, indi ki, siz bu yaraşıqlı gərdənlikdən saman çöpündən qayrılmış bir qılınc asacaqsınız. Onda, bəs Atos? Atosu görmürəm. Bəs o hanı? Atos xəstədir, cənab. Aramis kədərli bir əda ilə cavab verdi. O yaman xəstədir. Necə?
Deyirsiniz ki, xəstədir, yaman xəstədir. Xəstəliyi nədir? Həkimlər qorxurlar ki, su çiçəyi ola, cənab. Deyə Portos da söhbətə qarışmaq arzusu ilə cavab verdi. Həm də bu çox böyük dərddir. Çünki su çiçəyi yəqin onun üzünü korlayacaq. Su çiçəyi? Boş-boş danışmayın, Portos. O yaşda adam da su çiçəyi xəstəliyinə tutularmı? Bu nə boş sözdür? Başa düşürəm, Otos yaralıdır. Bəlkə də ölmüşdür. Ah, bircə mən bunu biləydim. Lənət şeytana. Cənablar, mən istəmirəm ki, muşketyorların şübhəli yerlərdə veylənsinlər. Küçələrdə bəhsə girişib, tim başlarında vuruşsunlar. Mən istəmirəm ki, mənim alayım cənab kardinalın qvardiyaçıları üçün istehza mövzusu olsun. O qvardiyaçılar çox yaxşı uşaqlardır. Qoçaqdırlar. Hamısı seçmədir. Lakin qüvvətli və zirəkdirlər. Onları həbs etmək üçün heç bir səbəb yoxdur. Bir də ki, onlar özlərini həbs etməyə qoymazdılar. Mən buna inanıram. Qaçmaq, canını qurtarmaq, əkilmək, belə şeylər ancaq kral müşketyorlarına yaraşır. Portos və Aramis qəzəbdən titrəyirdilər. Əgər onlar de Trevilin sevdiyindən belə söylədiyinə inanmasaydılar, onu həmin saat boğardılar. Onlar ayaqlarını yerə döyür, dodaqlarını qanayıncaya qədər gəmirir və qılınclarının qəbzələrini var gücləri ilə sıxırdılar. Söylədiyimiz kimi dəhlizdə Atos, Portos və Aramisin kabinetə çağırıldığını eşitmişdilər. Orada oturanlar cənab de Trevilin səsindən başa düşmüşdülər ki, son dərəcə qəzəblənmişdir. 10 nəfər adam başlarını maraqla örtülü qapıya söykədi. Bu adamların bənizi qəzəbdən ağarmışdı. Çünki onların qulaqları kabinetdə söylənənlərin hamısını eşitmişdi. Dodaqları isə müşketyor kapitanının təhqiredici sözlərini o saat dəhlizdə oturanlara çatdırırdı. Bir dəqiqə içində kabinetin qapısından tutmuş darvazaya qədər bütün evə çaxnaşma düşdü. İşə bir bax! Kral müşketyorları razı olurlar ki, cənab kardinalın qvardiyaçıları onları həbs etsinlər. Cənab de Trevil öz əskərlərindən daha artıq qızışaraq sözlərinə davam etdi. O, hər bir sözü ayrılıqda ölçüb biçir, sanki onları xəncər kimi bir-bir öz dinləyicilərinin bağrına sancmaq istəyirdi. İşə bir bax! Kardinal həzrətlərinin 6 qvardiyaçısı Əlahəzrət kralın 6 müşketyorunu həbs edir. Lənət şeytana, bu lapaq oldu. Mən bu saat Luvra gedib istefa verəcəyəm və xahiş edəcəyəm ki, məni kardinalın qvardiyasına kiçik zabit vəzifəsinə qəbul etsinlər. Bu da olmasa gedib abbat olacağım. Bu sözlərdən sonra dəhlizdə və həyətdə pıçıltı bir tufan halını aldı. Hər tərəfdən bağırtı və lənətlər yağdırılırdı. Məlun şeytanlar, vay şeytanlar, şeytanlara ölüm. D'Artagnan qaçıb gizlənməyə 4 gözlə yer axtarırdı. Az qalmışdı gedib masanın altına girsin. İndi ki belə oldu, cənab, Portos çığırdı. Mən sizə bütün həqiqəti söyləyim. Biz 6-ya qarşı 6 nəfərdik. Onlar bizim üzərimizə xaincəsinə basqın etdilər və bizim qılınclarımızı çəkməyə macal tapmamış, onlar bizdən 2 nəfər öldürdülər. Atos da ağır yaralanıb, ölü kimi yerə sərilmişdi. Siz ki Atosu tanıyırsınız, cənab. O 2 dəfə qalxmağa cəhd etdi, ancaq qalxa bilməyib yerə yıxıldı. Bununla belə biz təslim olmadıq. Yox, bizi zorla apardılar. Yolda biz qaçmağa fürsət tapdıq. Atosa gəlincə onu ölmüş güman edib döyüş meydanında qoyub getmişdilər. Onlar bu fikirdə idilər ki, meyidi aparmağa dəyməz. İşin əsli belədir. Lənət şeytana, cənab. Axı bütün vuruşmalarda qalib gəlmək olmaz. Böyük Pompey Farsal müharibəsini uduzmuşdu. Eşitdiyimə görə çox yaxşı bir sərkərdə olan Kral 1. Fransisk də Pavi müharibəsini uduzmuşdu. Mən də hüzurunuza ərz edirəm ki, düşmənlərimizdən birini öz qılıncı ilə öldürdüm, deyə Aramis söhbətə qoşuldu. Çünki mənim qılıncım elə 1-ci zərbədə sınmışdı.
Cənab kapitan, necə istəyirsiniz, elə də başa düşün. Ya öldürdüm, ya da gəbərtdim. Mən bunları bilmirdim. Biraz sakitləşən De Treville cavab verdi. Mən görürəm ki, cənab kardinal xeyli mübaliğə edibmiş. Ancaq lütf edin. De Treville'in bir qədər sakitləşdiyini görən Aramis ondan xahiş etməyə cürətlənib sözünə davam etdi. Lütf edin, cənab. Atosun yaralandığını heç kəsə söyləməyin. Əgər bu xəbər gedib krala çatsa, Atos üçün böyük dərd olar. Onun yarası çox təhlükəlidir. Çünki qılınc çiynindən keçib köksünə girmişdir. Onun halı qorxuludur. Elə bu dəqiqədə qapının pərdələri aralandı. Kabinetin astanasında mütənasib vücudlu, gözəl, nəcib üzlü, müthiş solğunluğu ilə insanı heyran qoyan qəşəng bir müşketyor göründü. Atos! Hər iki müşketyor birdən çığırdı. Atos! De Treville də təkrar etdi. Siz məni çağırmışdınız, cənab. Atos zəif, lakin tamamilə sakit bir səslə dilləndi. Yoldaşlarım dedilər ki, siz məni soruşmusunuz. Mən də tələsik hüzurunuza gəldim. Qulluğunuzda hazıram, cənab kapitan. Başdan ayağa rəsmi geyimdə olan müşketyor bu sözləri söyləyə-söyləyə, həmişə olduğu kimi özünü şax tutaraq möhkəm addımlarla kabinetə daxil oldu. Bu cür mərdlik nümunəsindən həyəcana gəlmiş cənab De Treville ona doğru yüyürdü. Mən indicə bu cənablara elə onu söyləyirdim ki, De Treville dedi. Ehtiyac olmadan öz həyatlarını təhlükəyə salmağı, öz müşketyorlarıma qadağan edirəm. Çünki krala igid çox əzizdir. Kral isə yaxşı bilir ki, onun müşketyorları ən igid adamlardır. Əlinizi verin, Atos. Cənab De Treville cavab gözləmədən Atosun sağ əlindən tutub var gücü ilə sıxdı. O, Atosun özünə hakim olmaq qüvvəsinin çox böyük olduğuna baxmayaraq, xəstə halda qımıldandığını və rənginin daha da ağardığını hiss etmədi. Atosun gəlməsindən doğan həyəcan o qədər qüvvətli idi ki, qapı yarı açıq qalmışdı. Atosun yaralandığını özü və yoldaşları nə qədər gizlətməyə çalışsalar da, bu xəbər hamıya məlum olmuşdu. Kapitanın son sözləri razılıq nidaları içərisində idi və bu zaman pərdənin arasından 2-3 baş göründü. Cənab De Treville əlbəttə intizam qaydalarını pozan bu adamları o saat cəzalandırardı. Ancaq birdən-birə öz əlinin içində Atosun əlinin xəstə bir halda titrədiyini hiss etdi. Cənab De Treville Atosun üzünə baxdı və onun huşunu itirmək üzrə olduğunu gördü. Ağrıya qalib gəlmək üçün bütün qüvvəsini toplamış olan Atos bir an içində ölü kimi yerə sərildi. Cərrah! Cənab De Treville çığırdı. Cərrah! Mənim cərrahımı! Kralın cərrahını! Ən yaxşı cərrahı! Tez olun, lənət şeytana, tez olun! Yoxsa qəhrəman Atosum əldən gedər! Cənab De Treville'in səsinə dəhlizdə olanlar hamısı kabinetə doluşub, yaralının ətrafında vurnuxmağa başladılar. Ancaq cərrah gəlib çıxmasaydı, onların bütün ciddi cəhdləri boşa çıxacaqdı. Cərrah izdihamın içindən özünə yol açıb, hələ də huşsuz halda yerə sərilmiş Atosun yanına gəldi. Hay-küy və çaxnaşma ona mane olduğundan, hər şeydən əvvəl yaralını qonşu otağa aparmalarını tələb etdi. Cənab De Treville o saat qapını açıb, Portos və Aramisə yol göstərdi. Onlar da yoldaşlarını qolları üstünə alıb apardılar. Onların ardınca cərrah içəri girdi. Cənab De Treville'in kabinetinə adətən müşketyorlar əsə-əsə gəlirdilər. Ancaq indi bura bir an içində dəhlizin bir şöbəsinə çevrilmişdi. Hay-küy, söyüşmə səsləri oranı bürümüşdü. Kardinala və onun qvardiyaçılarına lənətlər yağırdı. Bir dəqiqədən sonra Portos və Aramis qayıtdılar. Cərrah ilə cənab De Treville yaralının yanında qaldılar.
Nəhayət, cənab de Treville də qayıdıb gəldi. Cərrah xəbər verdi ki, müşketyorun vəziyyəti dostlarını qorxuya salmamalıdır. Çünki huşunu itirməsinin səbəbi qanının azalmasıdır. Cənab de Treville əli ilə bir işarə etdi. Və D'Artagnandan başqa hamı çıxıb getdi. D'Artagnan isə ona görüş vəd edildiyini unutmayıb, həqiqi bir Qaskonyalı kimi inadla öz yerində durmuşdu. Hamı kabinetdən çıxıb getdikdən sonra cənab de Treville dönüb cavan oğlanı gördü. O bunu tamamilə yadından çıxartmışdı. Biraz əvvəl baş verən hadisə onun fikrini dağıtmışdı. O bu inadçıl cavanın nə istədiyini soruşdu. D'Artagnan öz adını söylədi. Cənab de Treville o saat keçmişi və indini yad edib gülümsəyə-gülümsəyə dedi. Bağışlayın, Eloğlu. Az qalmışdı ki, sizi unudam. Nə çarə? Müşketyorlar kapitanı da ata kimi bir şeydir. Ancaq onun məsuliyyəti daha artıqdır. Əskərlər böyük uşaqlardır. Ancaq mən kralın və xüsusən cənab kardinalın əmrlərinin sözsüz söhbətsiz yerinə yetirilməsinə çağırışdığımdan D'Artagnan gülümsəməkdən özünü saxlaya bilmədi. Bu gülümsəmədən cənab de Treville başa düşdü ki, onun qarşısında duran adam axmaq deyildir və sözü dəyişib düz mətləb üstünə gəldi. Mən sizin atanızla çox yaxın dost idim. Deyin görüm onun oğlu üçün nə iş görə bilərəm? Tez olun söyləyin, çünki mənim vaxtım öz ixtiyarımda deyil. D'Artagnan dedi. Cənab kapitan, Tarbı tərk edib Parisə gələrkən, qəsdim bu idi ki, sizin unutmamış olduğunuz o dostluq xatirinə məni müşketyorluğa qəbul etmənizi xahiş edim. Ancaq 2 saat ərzində burada gördüyüm bütün bu hadisələrdən sonra başa düşürəm ki, bu çox böyük bir lütf olardı və qorxuram ki, mən bu lütfə layiq olmayım. Bu doğrudan da böyük bir lütfdür, cavan oğlan. Cənab de Treville cavab verdi. Ancaq bəlkə bu sizin təxmin etdiyiniz qədər də əlçatmaz bir şey deyildir. Amma bu barədə Əlahəzrətin xüsusi fərmanı var və mən təəssüflə sizə bildirməliyəm ki, müşketyorluğa ancaq bir neçə müharibədə iştirak etmiş adamları və yaxud xüsusi bir surətdə özünü göstərənləri ya da bizim hissəmizdən daha az imtiyazlı olan hər hansı bir başqa hissədə 2 ildən az xidmət etməmiş olanları qəbul edirlər. D'Artagnan dinməz söyləməz təzim etdi. O, müşketyorluğun bu qədər çətin olduğunu bildikdən sonra müşketyor olmaq həvəsi daha da artdı. De Treville öz yerlisinə nüfuzlu bir nəzərlə baxıb sözünə davam etdi. Ancaq biraz əvvəl dediyim kimi, mənim köhnə dostum olan atanızın xatirinə sizə bir yaxşılıq etmək istəyirəm. Bizim Bearın cavanları adətən çox varlı olmurlar və mən güman edirəm ki, oradan çıxdığım müddətdən bəri vəziyyətdə çox da böyük bir dəyişiklik olmamışdır. Yəqin siz də özünüzlə çox da artıq pul gətirməyibsiniz. D'Artagnan məğrurcasına başını dik tutdu. Sanki bununla o demək istəyirdi ki, heç bir sədəqəyə ehtiyac yoxdur. Cavan oğlan, yaxşı, de Treville davam etdi. Mən sizi yaxşı tanıyıram. Mən Parisə gələndə cibimdə 4 ekü pul var idi. Ancaq hər kəs mənim Louvru satın ala biləcəyimə şübhə etmiş olsaydı, onu duelə çağırardım. D'Artagnan özünü bir qədər qürrəli hiss etdi. Çünki atı satdıqdan sonra karyerasının başlanğıcında o cənab de Treville'dən düz 4 ekü varlı idi. Cənab de Treville dedi. Odur ki, sizin pulunuz nə qədər çox olursa olsun, qorumalısınız. Bu mənim birinci sözüm. Sonra siz bir əsilzadəyə lazım olan biliyinizi artırmalısınız. Mən günü bugün Kral Akademiyasının müdirinə bir məktub yazaram və sizi sabah pulsuz, parasız qəbul edər. Bundan imtina etməyin. Çünki bizim ən məşhur və varlı əyanlarımız bəzən bu barədə nə qədər yalvarırlarsa, boşa çıxır. Siz orada at minməyi, qılınc oynatmağı
və rəqs etməyi öyrənərsiniz. Bir neçə yaxşı dost qazanarsınız və hərdən bir yanıma gəlib, öz müvəffəqiyyətlərinizdən danışarsınız və məndən sizə nə kömək lazım olsa söyləyərsiniz. D'Artagnan hələ saray adətlərini bilmirdisə də, ancaq bu qəbulun çox soyuq olduğunu hiss etdi. O dedi, "Ah, cənab, mən indi görürəm ki, atamın sizə yazmış olduğu məktub mənə nə qədər lazımmış." "Doğrudan, mən təəccüb edirəm ki," de Treville cavab verdi. "Siz belə uzun bir yola bizim Bearnların yeganə var dövləti olan tövsiyə məktubu gətirmədən çıxmısınız." "Mənim tövsiyə məktubum vardı və sizi inandırıram ki, o tam bir səliqə ilə yazılmışdı." D'Artagnan səsini ucaltdı. "Ancaq onu xaincəsinə məndən oğurladılar." Bu sözlərdən sonra o, Menkdə baş verən hadisəni nağıl edib, naməlum Əzəlzadəni təfsilatı ilə təsvir etdi. Bunları o elə bir hərarətlə və səmimiyyətlə danışdı ki, cənab de Treville valeh etdi. "Qəribə işdir," cənab de Treville biraz düşündükdən sonra dilləndi. "Siz doğrudanmı mənim adımı ucadan çəkdiniz?" "Bəli, cənab, utansam da boynuma alıram ki, belə bir günah etmişəm. Yolda sizin adınız mənim üçün qalxan kimi bir şey idi və özünüz təxmin edə bilərsiniz ki, mən bundan nə qədər tez-tez istifadə etmişəm." O zaman təriflənmək dəbdə idi. Cənab de Treville də məth olunmağı kral və kardinaldan az xoşlamırdı. O, gizlətmədən məmnuniyyətlə gülümsündü və bu təbəssüm bir anda yox oldu. O, yenə də Menkdəki əhvalatın üzərinə qayıdıb soruşdu. "Söyləyin görüm, o əsilzadənin gicgahında kiçik bir yara izi yox idi ki?" "Bəli, güllə yarasına bənzər bir yara izi vardı." "O kişi gözəl və yaraşıqlı idimi?" "Bəli." "Boyu uca idimi?" "Bəli." "Rəngi solğun, saçları da qara idimi?" "Bəli, bəli, elədir ki var. Siz onu hardan tanıyırsınız, cənab?" "Ah, bircə ona rast gəlsəydim. Ancaq sizə and içirəm ki, cəhənnəmdə də olsa ona rast gələcəyəm." "O bir qadını mı gözləyirdi?" de Treville davam etdi. "Hər halda o gözlədiyi xanımla biraz danışdıqdan sonra çıxıb getdi. Bilmirsinizmi, onlar nə barədə danışırdılar?" "O, qadına bir zərf verib tapşırdı ki, içində təlimat vardır və xahiş etdi ki, zərfi Londona çatdıqdan sonra açsın." "O qadın ingilis idimi?" Kişi ona Milady deyə xitab edirdi. "Özüdür ki var," de Treville pıçıldadı. "Özüdür ki var. Mən güman edirdim ki, o hələ Brüsseldədir." "Ah, cənab kapitan, əgər siz o adamın kim olduğunu bilirsinizsə," D'Artagnan çığırdı, "mənə söyləyin və mən sizi hər bir şeydən, hətta məni müşketyorluğa götürmək vədindən də azad edərəm. Çünki mən hər şeydən əvvəl intiqam almaq istəyirəm." "Özünüzü gözləyin, cavan oğlan," de Treville çığırdı. "Əksinə siz onu küçənin bir tərəfində görsəniz, o biri tərəfinə keçin. O qaya ilə üz-üzə gəlməyin, çünki ona toxunsanız parça-parça olarsınız." "Ancaq hər halda," D'Artagnan dilləndi, "əgər bircə ona rast gələ bilsəydim." "Bura baxın, cənab," de Treville onun sözünü kəsdi. "Əgər yaxşı bir məsləhət eşitmək istəyirsinizsə, ona rast gəlməkdən çəkinin."